Salam hörmətli izləyicilər. Deməli qaldığımız yerdən davam edirik. Tangens x və kotangens x funksiyaları və onların xassələri. Deməli keçək suallara. Birinci sualda nə deyir bizə? Yazırıq birinci suala. Deyir ki, 0-dan alfa pi böl 2 arasındadır. Olduqda, yəni ki bu birinci rübdədir. Olarsa a bərabərdir tangens alfa. Bir də b bərabərdir sinüs alfa verib bizə. Sinüs alfa ədədləri arasında münasibətlərdən hansı doğrudur? Əvvəla bu sualı x-y koordinat sistemində çevre üzərində izah edək. Bu olsun bizim x-y, burada olsun x apsis oxu, ordinat oxu. Bu da bizim çevrəmiz. Deməli, baxıram, tutaq ki, 0-dan pi böl 2 arasında bir dənə bucaq təyin edək. Misal üçün 46 dərəcəlik bir bucaq. 46 dərəcəlik bir bucaq, fikir vereyim, bax bu bucaqda. Bura olsun 46 dərəcə. İndi 46 dərəcəlik bucaqda bizə nə verib? Sinusdan deyir, tangesi müqayisə elə. Əvvəla, sinus hansıdır? Sinus y-də alır da qiymətləri. Bax, bu qırmızı ilə çəkdiyim sinusdur. Fikir verin, bura oldu sinus alfa. Niyə görə? Çünki buradan, bax, bu xəttdən bura qədər qırıq-qırıq göstərsə, bu xətt sinusdursa, onda burada sinus olur da, bunun qarşı tərəfi sinus olur. Yaxşı, bəs tangensə baxaq, görək tangens hansıdır? Tangens düz xəttdə, bax, bu olsun. Burada da tangens alfa. İndi bu sarı xətti mən buradan uzatsam, bax, bura qədər tangens alfadır. Bunu əvvəl kəsib getdi. İndi fikir verin, tangens alfa göy xəttlə işarələdiyimdir. Baxın, bu məsafə ilə bir də sinus məsafəsinə. Hansı daha böyükdür? Təbii ki, bu məsafə bu məsafədən daha böyükdür. Ona görə də birinci rübdə hansı böyük olacaq? Tangens alfa sinus alfadan 0-dan pi böl 2 arasında böyük olacaq. Deməli, doğru cavabımız yaza bilərik tangens alfa böyükdür nə olacaq? Sinus alfadan. Ümumiyyətlə, bunu belə deyək də. Bucağı mən böyütsəm, fikir verin, bax, tutaq ki, bucağı biraz da böyütdüm, gəlir bura. Tangens böyüyür, sinus isə nə varacaq burada? Sinus hansıdır? Bax, gəlib düşəcək bura. Buradan bura olan məsafə. Tangens böyüyür, amma sinus kiçiləcək. Ona görə də müqayisə eləyəndə ən yaxşı variantdır ki, birinci rəbə gətirək bütün bucaqları və tangensdən sinusa çevirib müqayisə edək. İndi tangens alfa böyükdür sinus alfa nə deməkdir? Yəni ki, A böyükdür B-dən. A böyükdür B birinci sualda doğru cavab oldu A variantı. İndi baxaq ikinci sualımıza. Fx bərabərdir tangens 5x üzərinə gəlsin 3. Əsas dövrünü tapın. T bərabərdir. Əsas dövrü pi. Tangensin dövrü nədir? Pi-dir. Onu başqa cür nətər yazmaq olar? Tangens x üstəyənsin pi k'lar kimi də belə deyək. O da bərabərdir tangens x-a. Bunun dövrüdür. İndi tangensin dövrü pi olduğuna görə pi bölünsün x-in əmsalı nədir? Bəs 5-dir. X pi bölünsün 5. Oldu ikinci sualda da doğru cavab C variantı. Baxaq üçüncü suala. Y bərabərdir verib 3 tangens yazıram 4-də 1x. Yəni daha doğrusu 4-də 3x. 4-də 3 x-i qarşı hattında belə deyək, hasıl kimi. Deməli, 1, 2, 3-cü sual yazırıq. Əsas dövrünü deyək tapın. T bərabərdir. Yenə yazıram. Tangensin dövrü pi olduğu üçün yazıram pi bölünsün 4-də 3. 4 qalxar yuxarı 4 pi bölünsün 3. Burada da 3-cü sualda olduğu doğru cavab D variantı. 4-cü sualı birbaşa yazaq. T bərabərdir. Tangensin əsas dövrü pi-yə bərabərdir. X-in də əmsalı nədir burada? 5-dir. Pi bölünsün 5-ə. 4-cü sualda doğru cavab Y variantıdır. Baxaq 5-ci suala. 5-ci sualda nə deyir? İkinci rübdə deyir artandır. Kotangens artan deyil. Bütün rüblərdə azalandır. Sinus azalandır. Kosinus azalandır. İkinci rübdə. İndi qaldı bir dənə nə? Sinus x plus 1 də azalandır. Tangens x. 5-ci sualda da oldu doğru cavab D variantı. Ümumiyyətlə tangens x bütün rüblərdə artan funksiyadır. 6-cı suala baxaq. 4-cü rübdə azalandır. Xeyr, artan. Artandı. Bu da artandı. Bir dənə kotangens x neyinir burada? Azalandı. 6-cı sualda da doğru cavab oldu C variantı.
Baxaq 7-ci suala. 7 nə deyir bizə? Y bərabərdir 2 tangens kvadrat 3x minus 5. Ən kiçikdir, qiymətini tapın. Ümumiyyətlə bilirik ki, tangens x funksiyasının qiymətlər oblasti, yəni ki, YF nəyə bərabərdir? Bütün yerə. Yəni ki, mənfi sonsuzluqdan müsbət sonsuzluğa bu qiymətlər ala bilər. İndi kvadratın ən kiçik qiyməti 0-dır. Bəli. 2-ni vuraram 0-a, elər 0. 0-dan da 5 çıxsam doğru cavab qalar mənfi 5. 7-ci sualda da doğru cavab oldu Y variantı. 8 də bunun eynisidir. Birbaşa yazıram. Kotangesdə təyin oblasti, yəni ki, YF bərabərdir. Mənfi sonsuzdan müsbət sonsuzluğa qiymətlər alır. Amma kvadrat olduğu üçün 0-dan nə qalacaq? Müsbət sonsuzluq. 0-ı burada alacaq da, burada daha doğrusu 0-da kvadrat olduğu üçün 0-dan müsbət sonsuzluq qiymətlər alır. Belə deyək. Ən kiçik qiymətlə bunun 0 olduğuna görə kotangesin ən kiçik oldu 0. 4-də 1-i 0 alıram. 0 üzərinə gəlsin 4. Deməli, doğru cavab da burada neçə elədir? 4 elədir. 8-ci sualda da doğru cavab olar B variantı. 9-cu suala baxaq. Deyir ki, tangens 5x minus pi bölünsün 4 bərabərdir. Kök altında a kvadrat minus 5a plus 6a. Bərabərliyini ödəyən a parametrinin bütün mümkün qiymətlər çoxluğunu tapın. Bilirik ki, tangens x funksiyasının özü sərgələ yazaq. Qiymətlər oblasti bütün r ola bilər. Bu bütün r olmadığı üçün, kökaltı funksiya olduğu üçün a kvadrat minus 5a plus 6 məcburdur ki, 0-dan böyük və bərabər olsun. Aha. İndi buradan da hansılardır? A1 bərabərdir 2, A2 də bərabərdir 3 olar da. Cəmi 5 edən, hasılı 6 edən 2 edən 3. Deməli, A minus 2, bir də A minus 3 böyüdür bərabərdir 0-dan. Hər 9 üzərində qeyd eləsək, 3 buradadır, içərisi dolu, 2 də buradadır. Tək dərəcələr köklərdir. Baş əmsalları müsbət, mənfi, müsbət. Deməli, mənfi sonsuzluqdan 2-yə qədər 2 daxildir. Birləşmə 3-dən hara kimi? 3-dən müsbət sonsuzluğa kimi. 9-cu sual doğru cavabımız C variantıdır. Baxıram 10-cu suala. 9-u yazdıq, keçirik ona. A bərabərdir sinus mənfi 178 dərəcə və B bərabərdir tangens 195 dərəcə. Ədədləri üçün doğru münasibəti müəyyəndir edin. Əvvəla, çevrə ehtiyac yoxdur. A bərabərdir sinus tək funksiyadır, keçdi qabağa sinus 178. İndi sinus 178 nə deməkdir? 170-dən 0-dan 90 belə deyək də, bu ikinci rübün buzağıdır. 0-dan 90, 90, 180, yox, daha doğrusu 3-cü, 178 3-cü rübün buzağıdır. 3-cü rübdə də sinus nədir özü? 3-cü rübdə sinus mənfidir. Deməli, A özü nədir? 0-dan kiçikdir. 3-cü rübə düşür axı. İndi baxırıq nəyə? B-yə. Tangens 195. Tangens 195, fikir verin bura. 0-dan 180, 0-dan 90 dərəcədir birinci rüb, 90-dan da 180, 180-dan da nə necə burada? 270 bura düşür. Deməli, bu da neçə olacaq? 3-cü rübdə. 3-cü rübdə tangens nədir? Tangens müsbətdir. Deməli, müsbət ədəd 0-dan böyük olur, mənfi ədəd də 0-dan kiçik olur. A kiçikdir 0, B böyükdür 0. A 0-dan kiçik, B 0-dan böyük. 10-cu sualda da doğru cavab olar C variantı. Baxaq 11-ci sualımıza. Hansının qiymətidir mənfidir? Birinciyə baxırıq. Tangens 3. Tangens 3 vurulsundur, dərəcəyə çevirir. Radən dərəcəyə çevirdi. 57 dərəcə. O da bərabərdə tangens neçə edəcək? 150 buradan edir, o da 21 edir, 171 edir də. Aha. Tangens 171. İndi çevrəyə baxsaq, rüblərə baxsaq. 0-dan 90 bura düşür. 90, 180 bura düşür. 180, 270, 270, 360, yəni ki 0-a gəlib çıxır da belə deyək. 171 ikinci rübə düşür. İkinci rübdə tangens nədir? Təbii ki, mənfidir. Bu oldu mənfi. İndi ikinciyə baxaq. Tangens 3 pi dərəcə.
Bu heç bu sıfırdır. Məlum məsələdir. Bu olmayacaq. Sonra 3pi belə deyək də, 3pi-də tangensin dövrləri pi-dir. Atıram, yerdə məsələn pi qalsa, yəni tangens pi kimi baxsaq, bu da yenə sıfıra bərabər olacaq. Sonra 3-ə baxaq. 3-dən nə deyir bizə? 3 tangens pi, 3 tangens pi. Bu da sıfıra bərabərdir. Tangens pi sıfırdır, 3-ü də buradan sıfır elədi. 4-ə baxırıq, tangens 3 dərəcə. Tangens 3 dərəcə birinci rübdür. Birinci rübdə tangens müsbətdir. Bir də tangens 333. 5-ə baxırıq, tangens 333 dərəcə. 4-cü rübə düşür 333 dərəcə. 4-cü rübə tangens nədir? Mənfidir. Deməli, bu da oldu mənfi. Mənfilər hansı oldu? Birindən, bura 1-də, 2-nə yazmış oldu. 1-dən 5. 1 və 5, belə deyək. 11-ci sualda da doğru cavabımız hansıdır? Y variantı. Baxaq 12-ci suala. 12-ci sualda şifahi sualdır. Təyin oblasti pk olsun. Yəni deyir pklardan fərqli olsun. Bu kotangens x-in funksiyasıdır. Sırf qaydada 12-ci sual D variantı. Sonra nəyə baxırıq? Təyin oblasti pi bölü 2-də fərqlənsin. Pi bölü 2-də hansı fərqlənir? Tangens x funksiyası fərqlənir də 13 də oldu. D variantı. Bu da sırf qaydaya əsaslanır. 14-də baxaq. 14-də şifahi sualdır. Tangens sinus x. Sinus öz qiymətlərini harada alır? Mənfi 1 ilə 1-də alır. Radian dərəcə kimi baxsaq və radian verib, bu da dərəcə kimi baxsaq, tangensdə hər şeyi ala bilir. Çünki o aralıqda tangensin heç bir qorxusu yoxdur. Təyin olunmadığı nöqtə yoxdur. Təyin olunmadığı nöqtə olmadığı üçün də mənfi sonsuzdan müsbət sonsuzluğa bunun təyin oblastıdır. Yenə tangens kosinus x-də da kosinus x mənfi 1 ilə 1 deyib radian kimi baxsaq, yenə də qorxusu yoxdur. Tangens x-də mənfi sonsuzdan müsbət sonsuzluğa qədər qiymətlər alar. Baxaq əsas orada 16-cı suala. Funksiyalardan hansıdır tək funksiyadır? Əvvəla yoxlayaq. A variantı. Y bərabərdir. Tangens kosinus x. Gəlin bunu testin üzərində izah edək. Deməli, deyir hansı təkdir? Tək olması üçün, bax, kosinusda x-in yerine mənfi yazsa, mənfi qarşıya çıxmır. Kosinus cüt funksiyadır. Gəlin, yaxşı bunu yazaq bir-bir. Daha aydın olsun sizə. Deməli, yazıram. F mənfi 1 bərabərdir. Tangens kosinus x-in yerine mənfi, daha doğrusu mənfi x yazaq da belə deyək. Təkliyin cütlüyünü yoxlamaq üçün mənfi x. Kosinus cüt funksiyadır. Cüt funksiyada da qarşıya çıxmayacaq. Tangens ilə kosinus x alındı. F mənfi x, f(x)in özü alınırsa bu cüt funksiyadır. Bu getdi. İndi baxırıq B variantına. F(x) bərabərdir. 16-nı yazırıq. İşarə qoyaq. Sinus kosinus x. Onda f mənfi x-i yoxlayaq. F mənfi x və sinus kosinus mənfi x. Kosinusda mənfi qarşı keçmir. Cüt funksiyadır. Sinus kosinus x. Özü alındı. Deməli bu da cüt funksiyadır. Deməli kosinus kosinus x onsuz da cüt funksiyadır. Çünki kosinus cütdür. Kosinusun arqumenti cüt olacaq. Fərqi yoxdur. İndi baxaq ona D variantına. F(x) bərabərdir. Kosinus mötərizə daxilində sinus x. İndi f mənfi x-a baxıram. Kosinus sinus mənfi x bərabərdir. Olacaq kosinus mənfi qarşıya keçir. Olur sinus x. Amma kosinusun özündə mənfi qarşıya keçmir. Elə olur kosinus sinus x. Bu da oldu cüt funksiya. Qaldı bir dənə Y variantı. Bizə nə deyirdi? Deyirdi hansı təkdir? Y variantına baxaq. Y bərabərdir. Sinus x. Bərabərdir. Bərabər qoymayaq. F mənfi x bərabərdir. Sinus mənfi x kimi yazaq. Mənfi keçir sinusda qabağa olur sinus, mənfi sinus x. Bu mənfi də qarşıya keçə bilər. Mənfi sinus x.
f mənfi x mənfi f(x) şərti ödəndi. Deməli, bu tək funksiyadır. 16-cı sual oldu. Doğru cavab Y variantı. Deməli, keçək növbəti suala, 17-ci sualımıza. 17-ci suala deyir ki, funksiyaların hansı cütdür? Baxaq, sinus təkdir, kotangens də təkdir, keçir qabağa mənfi olur, bu tək funksiya. B variantına baxaq. Sinus təkdir, tangens də təkdir, keçdi qabağa, bu oldu tək funksiya. İndi cüt olsun. Sinus təkdir, keçdi qabağa, amma kosinussa mənfi qabağa keçmir, axı bu cüt funksiyadır. Elə bizdən cüt istəyirdi, 17-ci sual C variantıdır. Baxaq 18-ci suala. Deyir, funksiyaların hansı 4-cü rübdə azalandır? Kotangens x 4-cü rübdə azalan funksiyadır. 18 olar A variantı. Ümumiyyətlə, kotangens x funksiyası bütün rüblərdə azalan funksiyadır. Tangens yox, 4-də azalan deyil. Sinus yox, sinus kosinus yox, kosinus da yox. Deməli, birinci rüblərdə artan funksiya olsun. Baxıram. Əvvəla tangens x birinci rübdə bütün rüblərdə artandır. Bir də sinus x birinci rübdə artan funksiya olur. Kosinus azalandır, kotangens bütün rüblərdə azalandır bu. Kosinus da birinci rübdə artan yox, azalan funksiyadır. Doğru cavabımız 19'a oldu. Deməli, A variantı. Keçək növbəti suala. Neçənci sual gəlir? 20-ci sual gəlir. Deməli, funksiyanın əsas dövrü, yazaq funksiyanın özün, f(x) bərabərdir 2 kosinus m minus 3x üzərinə gəlsin 2. Əsas dövrü t bərabərdir pi bölünsün 5'ə. İndi yazaq da burada. Kosinusun dövrü nəyə bərabərdir? 2pi'yə. Yazıram 2pi bölünsün modulda m-3. Yazdım burada m-3'ə. Modulu bağladım. Bərabərdir. Dövrü nəyə bərabərdir? Pi bölünsün 5'ə. Burada pi'lər x-a geçsə m-3 bərabərdir 2 5'im 10 olsun. M-3 də bərabərdir mənfi 10'a. M burada 13 qiymət ala bilər. M burada mənfi 7 qiymət ala bilər. Sonra bunun əsas dövrü pi bölü 7 olarsa deyir m plus n cəminin kiçik qiyməti. M'ləri tapmışıq. İndi keçək n'ləri tapaq. İndi burada f(x) hansı funksiya verib bizə? f(x) burada verib bizə. f(x) bərabərdir yazıram. 4 vurulsun tangens n plus 2x. Tangensin dövrü nə idi? Pi. Yəni ki, pi'ni nəyə böləcəm? Modul n plus 2'yə böləcəm. Modulu bağlayaram, bərabərdir. Pi bölünsün 7 olsun. Pi'lər x-a gedir. N plus 2 modul n plus 2 7'yə bərabər olsa, n plus 2 bir dəfə 7 ola bilər. N plus 2 bir dəfə də mənfi 7 ola bilər. N buradan 5 eləsin. N də burada mənfi 9 eləsin. Mənfi 9, mənfi 7 var, 5 var, 13 var. Bizə nə istəyir? M plus n cəminin ən kiçik qiyməti. Yazıram m üstə n. M'in ən kiçik qiyməti mənfi 7'dir. Üzərinə gəlsin. N'in ən kiçik qiyməti mənfi 9'dur. Bunların da cəmi doğru edər mənfi 16. 20-ci sualda da doğru cavab oldu D variantı. Baxaq növbəti məsələyə 21-ci suala. Deməli, pi bölünsün 4 kiçikdir x, kiçikdir pi bölünsün 2. Yəni ki, 45 dərəcə ilə x 90 dərəcə arasındadır. Deyir, ifadələrdən hansı doğrudur? 45 ilə 90 arasında bir dənə bucaq müəyyən edək. Tutaq ki, 89 dərəcə. İndi bunu şeydə göstərək. Və yaxud da 45-90 arasında 60 dərəcə vardı. 60 dərəcə ilə bunları yazaq. Deməli, baxırıq birinciyə. Deyir, kosinus x kiçikdir sinus x. Əvvəla bilməliyik ki, kosinus x burada sinus x-dən görə 60 dərəcə. Kosinus verib 60, bu da sinus 60. Kosinus 60-da 2-də 1'dir. Sinus 60-da kök 6'da 3 bölünsün 2'yə bərabərdir.
Məxrəci böyük olan böyük olur. Deməli 2də 1 bundan kiçikdir. Deməli 1 doğrudur. 1 oldu doğru. Sonra 2'yə baxaq. Tangens sinusdan deyək kiçik olsun. Tangens x kiçikdir sinus x. Tangens 60 var. Bir də sinus 60 var. Tangens 60 da kök altında 3'ə bərabərdir. Sinus 60 da kökdə 3 böl 2'yə bərabərdir. Bu yanlışdır. Böyükdür, kiçik deyil, daha doğrusu böyükdür. Sonra baxaq 3'ə. 3'də nə deyir bizə? Kot x, yəni ki kotangens x kiçikdir kosinus x-dan. Baxıram kotangens 60 dərəcəyə, bir də kosinus 60 dərəcəyə. Kotangens 60 dərəcədə bizə verib kökdə 3 böl 3. Kosinus 60 dərəcə bizə verib 2də 1. Deməli, kotangens 60 dərəcədə kökdə 3 böl 3'dir. İndi bunları müqayisə edək. Mən müqayisə etmək üçün hər tərəfin bunu 2'yə vuraram. Onlar 6, 2 kök altında 3. Bunu da 2'yə vursa, 3'ə vursa 6, bu da 3. 6'da 3. 3'dən təqribən 1 tam nə qədər çıxır? 2'yə vuranda 3'ü keçir. Ona görə də bu bundan böyükdür, kiçik deyil. Burada da deməli bu səhvdir. İndi baxırıq 4-cüyə. Deməli kotangens x kiçikdir tangens x-dan. Deməli kotangens x tangens x. Kotangens x, yəni ki kotangens 60 dərəcə var. Bir də tangens 60 dərəcə var. Kotangens 60 dərəcədə kök altında 3 böl 3'dür. Tangens 60'da isə kök altında 3'ə bərabərdir. Təbii ki bu bundan kiçikdir. Deməli bir də oldu 4. Deməli hansılar doğru oldu? 1 doğru oldu, bir də 4. 1 və 4. Hansı cavabdır? 21-ci də doğru cavab A variantıdır. Baxaq növbəti məsələyə, 22-ci sualımıza. 22-də görə nə deyir bizə? ABC düzbucaqlı üçbucağında çəkək düzbucaqlı üçbucağı. Deməli, bura verib A, bura verib 1B, bura verib 1C. Buranı verib bizə. Burada olsun D. Bununla bura bərabərdir. BC 12'dir, bura olub 12. BD 5'dir. Pifagora görə oldu bura 13. Çünki düzbucaqlı üçbucaqdır. Bura 13'dür, onda burada 13 olur. CD AD-yə bərabərdir. Şərtdə 10 verib. Kotangens alfanı deyir tapın. Bucaq A-nı. Yəni buranı alfanı. Kotangens alfa, yəni ki bucaq A bərabər olur. Bitişik katetin 18'in 13'dən 5 18 edir. Qarşı kateti 12'yə. 6'ya eksələsəm, bölsəm 1,5 alınır. 22-ci sualda da doğru cavab olur A variantı. İndi baxaq 23-cü suala. 23'də görə nə deyir bizə? Yenə də bir düzbucaqlı üçbucaq verib. Deməli, düzbucaq təpəsindən hündürlüyü çəkilib burada. Buranı verib A, buranı verib C, buranı verib 1B. Bu da olsun D. ACB 90'dır, C perpendikulardır. AD 2'yə bərabərdir, bura 2'dir. Deməli, BD 8'dir, bura 8 olsun. Bura H olsa, H kvadrat bərabərdir 2 vur 8'dən, H kvadrat bərabərdir 16 olsa, H bərabərdir 4 olar. Deməli, bura neçə oldu avtomatik? 4 olur. Tangens bucaq B-nə, yəni ki buranı alfa olsun tutaq ki. Tangens alfa və yaxud da bucaq B. Beta'ya oxşadı bu, yəni beta bu. 4'ün nəyə nisbəti? 8'ə nisbətinə. O da deyir 0,5. C variantı. Deməli, 24-cü suala baxaq. Görə 24 nə deyir bizə? Y bərabərdir. Tangens x plus kotangens x. Funksiyasının qiymətlər çoxluğunu deyir tapın. Funksiyanın qiymətlər çoxluğu belə yazaram buna. Y bərabərdir. Tangens x üzərinə gəlinsin. Kotangens x 1 bölünsün tangens x-a bərabərdir. Tangens x-a bir t deyirəm.
Bu t'lərdə bütün irə bərabərdir. Mənfi sonsuzluqdan müsbət sonsuzluğa yəni. Deməli, tangis x sıfırdan böyük ola bilər. Əgər sıfırdan böyük olsa, sıfırdan böyük qiymətlər ala bilər də. Yəni ki, hər şey ala bilər burada. Sıfırdan böyük qiymətlər alırsa, o zaman y bərabər olur. Sıfırdan böyük ən kiçik nədir? 1'dir. 1 üstə yansın 1 bölünsün 1. Oldu 2. Deməli, sıfırdan böyük qiymətlərində mənfi 2-dən 2'ni aldı da bu. Müsbət sonsuzluğa qiymətlər ala bilər. Sonra tangis x sıfırdan kiçik də qiymətlər ala bilər də. Sıfırdan kiçik qiymətlər alsa ən kiçik mənfi 1'dir. Yəni ki, y bərabərdir mənfi 1. Bura mənfi 1, üstə bu da mənfi 1 də belə tapılır. Və yaxud da 1 üzərinə gəlinsin. Burada 1 yazdım, hesabladım, oldu 2. Bax, bu 2 oradan gəlir. Mənfi 1 üstə 1 bölünsün mənfi 1, ödəyir mənfi 2. Mənfi sonsuzdan mənfi 2'yə də bax, burada qiymət ala bilər. İndi bunların birləşməsinə baxaq. Mənfi sonsuzluqdan mənfi 2'yə birləşmə hardan hara? 2'dən müsbət sonsuzluğa. Oldu 24-cü sual B variantı. Baxaq 25-ci suala. Deməli, 25'də nə deyir bizə? Münasibətlərin hansılar heç bir alfa üçün ödənmir? Bizə ödənməyənlər lazımdır. Deməli, A böyüdür 0 verib, B böyüdür 0 verib. Bizə deyir, A B'dən fərqlidir. Aha. Baxıram birinciyə. Birincini araşdıraq. Verib sinus alfa bərabərdir. A üzərinə gəlinsin 1 bölünsün kökün altında 2A B'yə. Əvvəla bilmək lazımdır ki, A və B ədədlərinin ədədi ortası böl 2 böyükdür, bərabər olur A B'dən. Ədədi orta hər zaman həndəsi ortadan böyük olur və yaxud da bərabər ola bilər. İndi A üzərinə gəlinsin 1 böyükdür, bərabərdir 2 kök altında A B'dən. Bu özü, belə deyək də, bu ifadə özü bir-birinə bərabərdir. Gətirək burada yazaq. İndi A üzərinə gəlinsin B'nin yerinə bərabərliyi verir. Bax, 2AB'ni yazaq. Yazıram 2 kök altında AB'yə. Bölünsün 2 kök altında AB'yə. O da bərabərdir 1 olur. Deməli, sinüs alfa özü nəyə bərabər oldu? 1'ə. Amma burada 1'i belə deyək də, 1'i almayacaq. Ona görə almayacaq ki, A ilə B bir-birindən fərqlidir. Deməli, bu ifadədə də bu 1'dən hər zaman böyük olur. Deməli, bu da sinus da onda 1'dən böyük qiymətlər alacaq. Çünki A ilə B-nə fərqli vermişdi axı. Bərabər 1'ə o zaman ola bilər ki, A ilə B bir-birindən fərqli olmasın. Amma fərqli olduğu üçün bu 1 ola bilməz heç vaxt. 1 ola bilmədiyi üçün, deməli, sinus alfa özü 1'dən böyükdür. Bu da olmaz axı. Sinus harda alırdı qiymətləri? Mənfi 1'dən 1 parçasında. 1'dən böyük olduğu üçün birinci o olmaz. Bu ödənməz. Deməli, 1 ödənmədi. İndi 2'yə baxaq. Kosinus alfa bərabərdir 2AB 2 kök altında AB daha doğrusu bölünsün A plus B'yə. Bu buna bərabər olsun. Bax, bu şərt ödənəcək. Niyə görə? Çünki həndəsi orta, ədədi ortadan nə idi? Hər zaman kiçik idi. Və yaxud da A ilə B-yə qiymət də tapa bilər burada. Həndəsi orta ədədi ortadan kiçikdirsə, indi bunun hər tərəfini 2'yə bölsəm, olur kök altında AB bölünsün A üzərinə gəlinsin 1 bölünsün 2. Ədədi orta böyüdür, həndəsi orta kiçikdir. Kiçiyi böyüyə bölsəm, burada düzgün kəsir alınır. Düzgün kəsirlərdə də, daha doğrusu onluq kəsir alınır. Onluq kəsirlərdə heç birisi sıfır tamlarla başlayır. Bu da heç vaxt 1'i keçmir. 1'i keçmədiyi üçün 2 doğrudur. Bizə deyir, ödənməsin 2 ödənəcək. İndi baxaq 3'ə. Deməli, tangis alfa bərabərdir A üzərinə gəlinsin 1 bölünsün 2 kök altında A B'yə. Burada nə olur olsun, tangis bütün yeri ala bilər. Ala bildiyi üçün bu da ödənəcək. İndi baxırıq 4'ə. Sinüs alfa üzərinə gəlsin kosinüs alfa vurulsun tangis alfa bərabərdir 2'yə. Tangisi belə yazıram. Sinüs alfa bölünsün kosinüs alfa kimi. Kosinüslər getdi, lap yaxşı. Olur sinüs alfa. Burada sinüs alfa qalır baxı. Plus sinüs alfa bərabərdir 2'yə. 2 sinüs alfa.
2 olsa sinüs alfa olar 1. Bu şərt deyirik ki, ödənir. Amma ödənmir axı. Sinüs məsələn pi böl 2-də ala bilər. Elədir, pi böl 2-də 1-i alır. İndi kosinüs alfa özü sıfırdan fərqli olmalıdır axı. Sıfırdan fərqli oldu. Bax, bu pi böl 2-də sinüs qiymətini aldığı üçün bu kosinüs sıfırdan fərqli olmur onda. Sıfıra bərabər olur. Sıfıra bərabər olduğu üçün də kosinüs 90-da sıfırdır axı. Bu şərt ödənməsiz. Bax, çünki tangens burada təyin olunur və olunmadığı yerlərə baxmaq lazımdır. Deməli, 4-cü variantda ödənməyəcək. İndi baxaq 5-ə. Tangens alfa üstə gəlinsin. Kotangens alfa bərabərdir kök altında 2-yə. İndi görə bu kökdə 2-yə bərabər olur, yoxsa olmur. Tangens alfa plus 1 bölünsün tangens alfa. O da bərabərdir kökdə 2-yə. Bunu da bayaq tapdıq. Mənfi sonsuzluqdan mənfi 2-yə. Çünki tangens 1 də ala bilər. Mənfi 1 də ala bilər. Hər ikisini yoxlasıq. Mənfi 2. Mənfi sonsuzdan mənfi 2 olur. 1 qoyusuq. Birləşmə 2 müsbət sonsuzluq olur. İndi bu aralıqda kök altında 2 yoxdur axı. Ona görə də bu da ödənməz. Deməli 5-də ödənmir. Hansıları ödənmədi? 1 ödənmədi, 4 ödənmədi, bir də 5 ödənmədi. Doğru cavab oldu Y variantı. Baxaq 26-cı suala. Deməli, 26 nə deyir bizə? Fx bərabərdir 6 vıraq sinüs x vurulsun kosinüs x vurulsun tangens x vurulsun bir də kot x. Kotangens x. Qiymətlər çoxluğunu istəyir bizə. Əvvəla bunu belə yazıram. Bərabərdir. Bunu yazıram. 3 vurulsun 2 vurulsun sinüs x vur kosinüs x. Bunu bir qruplaşdıracağım. Vur tangens x vur kotangens x kimi. Bunu da bir qruplaşdıracağım. Amma bir şərtlə daxildə deyəcəm onu. 3 vurulsun sinüs 2x. Yəni 2 sinüs alfa kosinüs alfa deməkdir. Vurulsun. Bir də bunun hasılı da 1 eləyir. Yəni ki, bu 1-i yazmıram. Amma bir şərtlə. Fikir verin. Tangens x nə deməkdir? Sinüs x böl cos x. Vurulsun. Kotangens nədir bəs? Cos x böl sin x. Deməli, burada eyni zamanda kosinüs x da sıfırdan fərqli olmalıdır. Sinüs x da sıfırdan fərqli olmalıdır. Ancaq pi k böl 2-dən x belə deyək də fərqli olmalıdır. Aha. Ancaq sinüs belə deyək də pi böl 2 ala bilim. Pi böl 2 burada məsələn almır. Belə deyək. Və yaxud da 2 qiymətində sinüs pi-ni almayacaq. İndi 3 sinüs 2x sinüsün qiymətlər oblasti mənfi 1 ilə 1 parsasındadır. 3-ə vursam olur mənfi 3 ilə 3. İndi mənfi 3, 3 intervalındır. İndi baxaq. Biz deyək kosinüsdən sinüs 0-a bölmə yoxdur ki, pi k böl 2-dən fərqli olsun. Burada 0 qiyməti kosinüs burada 0-a bölmə olmadığı üçün bax bu 0 bu intervala daxildir. Ona görə neyəcək? Onları çıxardacaq. Deməli, bax, mənfi 3-dən 0-a qədər bura gəlməlidir. Birləşmə 0-dan 3-ə qədər də bura gəlməlidir. Mənfi 3, 0, 0, 3, 26-cı sualda da bu formada verib olmalıdır A variantı. 0 ola, ora daxil ola bilməz. Baxaq 27-ci suala. Deyir ki, mənfi pi böl 2 ilə pi böl 2 arasında y bərabərdir tangens x funksiyasının qrafiki aşağıdakılardan deyir hansıdır? Baxaq qrafiklərə. Deməli, mənfi pi böl 2 ilə pi böl 2. Burada təyin olunmadığı üçün asimptotlarını verib bizə. Lakin bizə nəyə soruşur? Modul tangens x verib. Bunda bunu biz modula çevirək. O ola bilməz. Çünki mənfi isə burada bizə lazım deyil. Baxaq B variantına. Buradan bura qədər mənfi pi böl 2 asimptotları verib. Lap yaxşı. Buradan bura qədər olmalıdır. Amma bu birisi isə bizə lazım deyil. Ona görə də bunu neyinib burada? Bax, bunu qatlayıb yuxarı. Belə deyil. Onda deməli doğru cavab neçə oldu 27-də? 27 oldu B variantı. Baxaq, C ödəməyəcək, D də ödəmir. Çünki bizə mənfi isə moduldur. Modulda mənfi isə lazım deyil. Bu da ödəməyəcək. Deməli, 27 oldu B variantı. 28-ə baxırıq.
Tangens üstünde 4 alfa yazırıq. Tangens üstü 4 alfa plus kotangens üstü 4 alfa. Bərabərdir 47 olarsa tangens alfa minus kotangens alfa ifadəsinin müsbət qiyməti. Tangens alfa minus kotangens alfa bərabərdir suala. Deməli, bunu belə yazıram. Tangens kvadratı alfa plus kotangens kvadratı alfanın kvadratı çıx 2 tangens kvadrat alfa var. Kotangens kvadrat alfa bərabərdir 47 olsun. İndi bu ifadəni də belə yazıram da. Tangens alfa var kotangens alfanın ümumidə kvadratı. Bu 1 edirmi? Bəli. 1'in kvadratı oldu 1. 1 də 2'ye vuranda olur müsbət 2. Deməli tangensin kvadratı alfa plus kotangensin kvadratı alfanın kvadratı 47 var burada. Bu mənfi 2'dir. Üzərinə gələrəm 2. Neçə edər? 49 edər. İndi buradan tangens kvadratı alfa plus kotangensin kvadratı alfa bərabərdir. Nə edəcək? 7 edəcək. Bəs deyə bilərsiniz ki, nəyə görə bunu mənfi 7 yazmıram? Çünki kvadratlar cəmi heç vaxt mənfiyə bərabər ola bilməz. Ona görə. İndi bizdən deyir tangens alfa minus kotangens alfanı tap. Onu da belə yazıram. Tangens alfa minus kotangens alfa yazsam fərq kimi kvadratı plus onda yazıram 2 tangens alfa var kotangens alfa. Neçə edər? 7 edər. Şimdi burada da bu ifade neye beraberdir? Bu ifade de 1'e beraberdir. Yazıram tangens alfa minus kotangens alfanın kvadratı 7'den 1'i 2'ye vururam. 2, 7'den 2 çıksam doğru kalar 5. Şimdi tangens alfa minus kot alfa yani kotangens alfa plus minus neye beraber olar? 5'e beraber. Kök altda 5'e beraber olar. Şimdi bize müsbət qiymətini istəyir. Doğru cavab da kökdə 5'dir. Yani ki 28 oldu. Doğru cevap A variantı. Baxaq 29-cu suala. Deyir ki, y bərabərdir, yazaq. Y bərabərdir, 4 vurulsun tangens A minus 5x üzərinə gələnsin 3. Funksiyasının əsas dövrü pi bölü 7 olarsa A parametrin ala biləcək qiymətlər cəmi. Dövr pi bölü 7'dir. Bəs tangensin dövrü nədir? Pi'dir. Nəyə böləcəm? Modulda x'in əmsalına A minus 5'e. Vəssalam. Pi'lər gedir. İxtisar olur. Modul A minus 5 bərabərdir 7'dir. Deməli A minus 5 bir dəfə 7 olsun. A minus 5 bir dəfə də olsun mənfi 7. Buradan doğru gələr 12. Buradan doğru gələr mənfi 2. İndi 12 ilə bunların cəmin soruşurdu bizdən. Toplasam daha doğrusu 12 ilə mənfi 2 müsbət 10 edir. Deməli 30'a baxaq. Deməli 30'a bizə deyir ki fx funksiyasının əsas dövrü 3'dür. Bunun dövrü 3'dür. 3 bərabərdir. Kosisin dövrü nədir? 2pi. 2pi'ni böləcəm modulda pi bölünsün 3 a'ya. Pi bölünsün 3. Burada nə var? Burada a var. Aha. Onsuz da burada funksiyanın əsas dövrünü soruşur. Heç burada modulla yazmasam da. Çünki mənfisində də müsbətində də modulla müsbət çıxır. Fərqi yoxdur. İndi burada modulu silirəm. Pi'lər x'ə gedir. A bərabərdir. Qalır neçə? A bərabərdir. Qalır 2. Tənasiblə vursuq. A-nı 2 tapmış olaraq. İndi gx funksiyası verib bizə deyir bunun əsas dövrünü tap. 4 vurulsun tangens pi ax minus 3 bərabərdir. 4 vurulsun tangens pi'ni verib a'nı 2 tapmışıq. X var. X'ini udmayaq minus 3. 2 pi x minus 3 belə deyək. Bunda dövrü t bərabərdir. Gx funksiyasının dövrü. Tangensin dövrü nədir? Pi'yə bərabərdir. X'in əmsalı nə oldu burada? Pi bölünsün 2. Yəni ki, burada modul pi böl 2'yə də yazardıq. Daha doğrusu 2pi'yə də yazardıq. Burada a'nın qiymətləri var ya daxil. Burada modul olduğu üçün yenə də fərqi yoxdur. Cavab yenə də müsbət gələcək. Ona görə burada modulu sildim bayaq. Pi'lər x'lər getdi. Bu modula ehtiyac yoxdur. Pi'lər getdi, qaldı yerdə 1 böl 2. Yəni ki, 0,5. Doğru cavab 0,5'ə bərabərdir. 31'ə baxaq.
Deməli verib bizə f(x) bərabərdir tangens x plus 1 bölünsün tangens x. Funksiyası mümkün ən böyük mənfi qiymətini alarsa. Əvvəla baxıram, tangens x bərabərdir bir t olsun. T'də ixtiyari yerlərdən təşkil olunub. Deyir, bu ifadənin axırda qiymətini tap, lap yaxşı. O zaman f(x) nəyə bərabər olur? T üzərinə yansın 1 bölünsün t. Yəni ki, bunun ən kiçik qiyməti bir tapılır. Mənim sonsuzda mənfi 2-yə, qiymətlər çoxluğu daha doğrusu oblastı 2-dən müsbət sonsuzluğa. Çünki bir dəfə t sıfırdan böyük qiymət alır, tangens sıfırdan böyük qiymət, bir də kiçik qiymət ala bilər. İndi mümkün ən böyük mənfi qiyməti burada mənfi 2-dir. Deməli, belə deyək də, tangens x. Bunu da bir yerinə belə yazıram. Bunun f(x)'in ala biləcəyi ən böyük mənfi qiymət oldu mənfi 2. İndi yazıram f(x) bərabərdir tangens x üstəyənsin 1 bölü tangens x nəyə bərabərdir? Kotangens x-ə bərabərdir. Bu yazılır kotangens x. İndi bu mənfi 2-yə bərabər olur. Bunu ala biləcək qiymət. Tangens x və yaxud indi belə deyim də. Tangens x-ə a deyirəm, kotangens x-ə bir b deyirəm. Olur a üzərinə gəlsin 1 bərabərdir mənfi 2. Ala biləcəyi ən kiçik qiymət mənfi 2 olub da. Çünki burada şərtdə verib buna. Bir də nə deyə bilərik? Tangens x vur kotangens x bərabərdir 1-dir. A vuraq 1-dir deməli nəyə bərabərdir? 1-ə bərabər. Yazıram a vurarsan 1 bərabərdir müsbət 1-ə. İndi tangens üstü 6x plus kotangens üstündə 6x-i hesablayaq. Tangens a üstü 6 plus b üstündə 6. Çünki birinə a demişəm, birinə b demişəm. Buna əsasən. Bunu da belə yazaq da. A-nın kvadratı 10 kubu üstə gəlinsin a kvadratı 10 üstündə 3. Bərabərdir. Daha doğrusu b olsun burada. Və yaxud da bunu kublar kimi açsıq necə olar? Baxa görə kublar kimi açsıq nətər olar? Hansı daha əlverişli olar? Olur a kubun kvadratı üstə gəlinsin b kubun kvadratına. O da bərabərdir yazaram. A kub plus b kubun kvadratı minus 2a kub b kubuna. O da bərabər olsun. Demək, a kub plus b kubun da açılışını yazaq. Olur a üzərinə gəlinsin b. A kvadrat minus ab plus b kvadrat. Məsələn, bağlayıram. A yuxarıda ümumi nə var bunun? Kvadratı var. Minus 2a kub. Bir də nə var? B kub var. O da bərabərdir. Yenə böyüməcə açdıq. Olur a üzərinə gəlsin b-nin kvadratı. A kvadrat üstə b kvadratını belə yazıram. Daha doğrusu buruma yazaq. Yazaram a üstə gəlinsin b-nin kvadratı. Minus 2ab. Minus ab-dən yazaram minus 3ab. Bu müxtəsər vurma düsturundan bizə bəllidir artıq bu düsturlar. Bir də nə var? Bir tek kvadratı var. Minus bir də var. 2 vurulsun. ab-nin kubu yazaram. Mesela. A üstə b bizə neçə vermişdi? Mənfi 2 idi. Yazıram mənfi 2. Vurulsun. İndi a üstə b olub mənfi 2. Mənfi 2-nin də kvadratı neçə edəcək? Müsbət 4 edəcək. Çıx. 3 vurulsun. AB hasildə müsbət 1-ə bərabərdir. 3 vuraq 1. Məsələn, bağladım. Bütöv nə var? Bunun kvadratı var. Çıx 2 vurulsun. AB hasili 1-dir. 1-in də kubu nə edəcək? 1 edəcək. Bunu hesablayaq. Mənfi 2-nin kvadratı nə edəcək? Müsbət 4 elədi. Sonra 4-dən 3 çıxıram 1. Yəni də 1-in kvadratı müsbət 1 edir. Çıx 2 birimdə 2. 4 birim 4. 2-nin çıxdıq. Yəni də doğru cavab oldu 2. 31-ci sualda da doğru cavab nəyə bərabərdir? 2-yə bərabərdir. Baxaq 32-yə. 32. Deməli, əsas dövrü pi bölü 2. Deməli 1, 2, 3'ü uyğunlaşdıracaq. 1, 2, bir də 3'ü uyğunlaşdıraq. Əsas dövrü pi bölü 2 hansına bərabərdir? Bu pi bölünsün 2'də 1, bu olacaq pi bölünsün 2'də 1, 2 pi. Deməli 2'yə uyğun gəlir A variantı.
Yazıram bura 2'ye uyğun gəldi A variantı. Yəni ki, əsas dövrü bu getdi. Sonra yəni ki, A variantı buradan üstə qaçacaq. Əsas dövrü 2pi olsun, bir də 3pi olsun. Sinusun belə deyək də, əsas dövrü nədir? Əsas dövrü 2pidir. 4'ə bölsəm olur 4. Pi bölünsün 2. 1'ə də uyğun gəldi B variantı. Yazdım 1'ə uyğun gəldi B. Deməli burada B də getdi. Sonra baxıram nəyə? Kotangensin dövrü pi'dir. Bu da 2'yə gəldi, oldu pi bölü 2. Deməli 1'ə də C də uyğun gələcək. Yazıram 1'ə uyğun gəldi, bir də C. Kotangensin dövrü pi 7. Pi'ni də 2'yə böldü, oldu pi bölü 2. Bu da doğru. Sonra indi baxaq, kosinusun dövrü 2pi'dir. 2pi'ni nəyə böləcəm? 3'də 2'yə böləcəm, ikisinin əmsalına. Deməli 2pi'ni böləcəm nəyə? 3'də 2'yə. 2'lər burada geçsə qalacaq 3pi. Deməli 3'ə uyğun gələcək D. 3'ə uyğun gəldi D. Deməli D'nin üstündən qaçacaqdır. Bir də 3 bir dəqiqə 3'ə uyğun D gəlmir. 3'ə uyğun kosinusun əsas dövrü 2pi'dir. 2pi'ni mən nəyə böləcəm? 3'də 2'yə böləcəm. 2'lər geçsə qalır 3pi. 3'ə uyğun D gəldi. Bəli, 3'ə D gəlir. İndi tangensin dövrü nəyə bərabər? Pi'dir. İkisinin əmsalına bölsəm 3'də 1, o da eləyir 3pi. Deməli 3'ə bir də Y uyğun gəlir. Bir də uyğun gəldi burada Y. Deməli 32-ci sualda 1BC, 2A oldu. Deməli 3'də oldu D ilə Y'yə. İndi 33'ə baxaq. 33. Əsas dövrü 2pi. 2pi hansındadır? Deməli 1, 2, 3'ə uyğun gələnlərə baxaq. 1, 2, bir də olsun 3. Deməli başlayaq bir-biri yoxlayaq 33-cü suala. 33 deyə də bilmədik. Deməli deyir əsas dövrü 2pi olsun. Baxıram. Sinusun dövrü nədir? 2pi'dir. 2pi'ni 3'də 4'ə böləcəm. Buranı biraz ekran böyüdəyim. 2pi'ni nəyə böldüm? 4'də 3'ə. Onlar burada qalır 2, 3pi bölü 2. 3pi bölü 2 deməli 3'ə uyğun gəldi A. Baxın 3'ə uyğun gəldi burada A. Sonra tangensin dövrünə bax. Tangensin dövrü pi'dir. 3'də 2'yə bölərəm. O da deyir 2pi bölünsün 3. 2pi bölü 3, 3'ə uyğun gəldi bir də B. 3'ə B'ni də yaza bilərəm deməli. Sonra kosinusa baxaq. 2pi'dir. Kosinusun dövrü 2'yə də ikisini əmsala bölərəm 2'yə qalar pi. Baxıram pi 2'yə uyğun gəldi C. 2'yə C'ni də yaza bilərəm. Sonra kotangensin dövrü pi'dir. 2'də 1'ə bölsəm ikisinin əmsalına olur 2pi. 2pi'yə uyğun gələr, 1'ə də uyğun gələr D. Yazdım 1'ə uyğun D. Bir də sinusun dövrü 2pi'dir. 1'ə də bunun ikisinin əmsalı 1'dir. Böldüm 1'ə qaldı 2pi. 2pi hansında var? Bir də 1'ə uyğun bir də Y gələcək. Deməli 1 oldu D'yi, 2C, 3AB. Keçdik 34'ə. 34'ə. 1, 2, 3 yazaq yenə. 1, 2, 3. Tirələri qoyaq. Deyir T əsas dövrdür, uyğunluğu müəyyən edə. Sinusun dövrü. İkisinin əmsalı burada 1'dir. Bu heç. Dövrü 2pi olan. Sinusun həqiqətən dövrü 2pi'yə bərabərdir. 1'ə uyğun gəldi A variantı. Yazdım 1'ə A-na. Sonra dövrü 4pi olsun. Tangensin dövrü nədir? Pi'dir. 4'də 1'ə bölsəm olar 4pi. Deməli 3'ə uyğun gəldi B variantı. Yazdım bura B. Daha sonra davam edək. Ən böyük qiyməti 2'dir. 2 sinus x'a baxın. Mənfi 1 ilə 1 parçasında alır. 2'yə vursam mənfi 2'nin 2 parçasında alır. Bunda ən böyük qiyməti 2'yə bərabərdir. Deməli 1'ə C də uyğun gələcək. 1'ə uyğun gəldi C. Dövrü deyir pi olsun. Dövrü pi olan burada hansıdır? Dövrü pi olan. D uyğun heç birisinə
Gəlmir də burada. Hə, dövrü pi olan kosinus 2x var ya burada. Kosinus 2x ise dövrü pi olan 2 pi'dir. Kosinusun 2'ye bölsəm qalar pi. Deməli 2'ye uyğun gəldi D variantı. Ən kiçik qiyməti -1 olsun. Kosinusda da -1 ilə 1 parçasında alır. Deyir, ən kiçik qiyməti -1 həqiqətən də 2'ye də y uyğun gələcək. Deməli 1AC 2D'yi 3'ə də uyğun gəldi. Təkcə B. Baxaq növbəti suala 35-ci sualımıza. 35'də 1, 2, 3 yazaq yenə. 1, 2, bu da olsun 3. Uyğunluğu müəyyən et. Deyir, dövrü pi olsun. Dövrü pi olana baxaq. Bunun dövrü 2 pi'dir, bu heç. Deməli, 1'ə nağdından dövrü 2 pi gəlir y variantı. 1'ə yazdım y variantı. Bu heç. Bu getdi. Sonra dövrü pi olan sinusun dövrü 2 pi'dir. X'in əmsalı 2'yə bölsəm qalar pi. 2'yə uyğun gəldi A variantı. Sonra ən böyük qiyməti deyir 3 olsun. İndi kosinusun qiymətlər oblasti -1 ilə 1 arasındadır. -3'ə vursam yenə də -3 ilə 3 arasında olacaq da bu. 3 ilə -3. Aha. Ən böyük qiymət də burada 3'dür. Bu doğrudur. 1'ə uyğun gəldi, bir də B. Yaza bilərəm 1'ə B. Sonra deyir, dövrü t bərabər pi bölünsün 4 olsun. Kotangiyesin dövrü pi'dir. 4'ə bölsəm oldu pi böl 4. 3'ə də uyğun gəldi C. Ən kiçik qiyməti -2 olsun. İndi baxırıq bura, fikir verin. Sinus -1 ilə 1 də alırdı. 2'yə vursam olur -2 ilə 2. İndi ən kiçik qiymətdə -2 olur da burada. 2'yə də uyğun gəldi D. Deməli 1 y B oldu. Sonra 2A olacaq, 3 də CD olacaq. Baxaq 36-cı suala, növbəti suala. Yenə 1, 2, 3 yazaq. 1, 2, 3 triyələrimizi qoyduq. Uyğunluğu deyil müəyyən edə. Dövrü 2 pi olsun. Baxıram bunun hansının dövrü 2 pi'yə bərabərdir. Kosinusun dövrü 2 pi'dir. 2'yə bölsəm qalar pi. Dövrü pi olan nağdından 1'ə B'ni yazaq. Yazıq 1'ə B'ni. Sonra sinusun, bu da x'in əmsalı 1'dir. 2 pi'ni ilə 1'ə bölündü 2 pi. 2'yə ilə A uyğun gələcək. Yazdım 2'yə A'nı. Ən böyük qiyməti 3 olan. Baxıram burada nəyə? Kosinusa. -1 ilə 1 arasında alır. Amma 3'ə vuranda da olur -3 ilə 3. Ən böyük qiymətdə 3 oldu. 1'ə də C uyğun gəldi. Deməli 1'ə C'ni də yaza bilərik. Sonra nə var? Bunlar da gedib, bunlar da gedib. Dövrü deyir 1 olsun. Tangiyesin dövrü pi'dir. X'in əmsalı da pi'dir. Bölənə nə qaldı? 1 qaldı. 3'ə də D uyğun gələcək. Ən kiçik qiyməti -2 olsun. Həqiqətən də 2'yə də uyğun gələcək nə? Y variantı. Sinusun -1 ilə 1 idi. 2'yə vursam -2 ilə 2 olur da. Ən kiçik qiyməti burada -2'dir. Fikir verin burada -2. Deməli, keçək 37-ci suala. 37 da uyğunlaşdırmadır, yazaq. Deməli, 1, 2, 3 yazaq. 1, 2, bu da 3. Əsas dövrüdür, deyir. Uyğunluğu müəyyən edin. 1 olsun deyir dövrü. Kotangiyesin dövrü pi'dir. X'in əmsalı pi'dir. Böldüyü oldu 1. 3'ə A variantı uyğun gəldi. Yazdım 3'ə A variantı. Deməli, sonra ən kiçik qiyməti -3'dür. Kosinus da -1 ilə 1'dir. Yerində yazıram. 3'ə vuranda -3 olur. Deməli 2'yə uyğun gəldi B variantı. Sonra dövrü deyir pi olsun. Dövrü pi olan kosinusun dövrü 2 pi'dir. X'in əmsalı 2 olduğuna görə 2'yə bölsəm qalar pi. 2'yə bir də C uyğun gələcək. 2'yə uyğun gəldi, bir də C. Sonra ən böyük qiyməti deyir 2 olsun. Sinus -1 ilə 1'dir. -2'yə vursam olur -2 ilə müsbət 2. Ən böyük qiyməti müsbət 2'dir, düzdür. 1'ə də uyğun gəldi D. Sonra 2 pi bölünsün 3 olsun.
Baxın 1-ə də uyğun gələcək y. Deməli, sinusun dövrü 2pi-dir. X-in əmsalı burada 3-ə bərabərdir. Oldu 2pi bölünsün 3. 1 ds oldu. 1 dy sonra 2 bs 3 də oldu a. Şimdi keçək 38-ci sualımıza. 38-ci nə deyir bizə? Yer uyğunluğu müəyyən edin. Baxıram 38-ə. Modul sinüs alfa bərabərdir olub sinüs alfa. Eyni zamanda kotangens alfa sıfırdan deyək kiçik olsun. İndi baxaq burada. Bura olsun y, bura olsun x, rüblərimizdə daha doğrusu belə deyək. İndi sinüs özü. Sinüs harda müsbətdir? Birinci rübdə müsbətdir. Bir də ikinci rübdə müsbətdir. Amma kotangens birinci rübdə mənfi deyil axı. Deməli bu ikinci rübdə. Mütləqdir. Bu oldu ikinci rüb. Sonra 2-yə baxaq. İndi burada rüblərdən söhbət gedir də suallarda. Tangens alfa bərabərdir tangens alfa verib. Bir də sinüs alfa sıfırdan kiçikdir. Yenə də baxaq rüblərdə. Deməli birinci rüb var, ikinci rübdir, üçüncü rübdür, bu da dördüncü rübdür. Tangens alfa nə vaxt özü çıxıb? Yəni tangens burada müsbət olub, özü çıxıb. Tangens harda müsbətdir? Birinci rübdə müsbətdir. Bir də üçüncü rübdə müsbətdir. Amma sinüs birinci rübdə mənfi deyil, axı üçüncü rübdə mənfidir. Ona görə də burada da üçüncü rübdür. 1, 2, üçüncü rüb. İndi 3-ə baxaq. Deməli, modul kosinüs alfa kosinüs alfaya bərabərdir. Amma deyir sinüs alfa eyni zamanda sıfırdan kiçik olsun. İndi baxaq rüblərdə. Bu birinci rübümüz, ikinci rübümüz, üçüncü rübümüz, bir də dördüncü rübümüz. Belə göstərək. Kosinüs nə vaxt özü çıxır? Deməli, bu müsbət olub da özü çıxıb. Kosinüs birinci rübdə müsbətdir. Bir də kosinüs x-dadır da, qiymətən 4-də müsbətdir. Amma birinci rübdə sinüs mənfi deyil, müsbətdir. Ona görə 4-cü rübü götürəcəm. Bu da oldu 4-cü rüb. 4. İndi 1, 2, 3 qoyaq, uyğunluğu müəyyən edək. 1 var, 2 var, bir də 3 var. Alfa bucağı 3-cü rübün bucağıdır. Deməli, A getdi nəyə? 2-yə. Da A yazaq da artıq. Aha. Bunda biraz səliqə yazaqım. 2 nə oldu? 2 oldu A. Sonra sinüs alfa vur kosinüs alfa sıfırdan böyük olsun. Sinüs alfa bir də kosinüs alfa. Hər ikisi bu da mənfi olsun, bu da mənfi olsun. Bir dənə üçüncü rübdə ikisi də mənfidə, vuranda müsbət edir. Deməli, B2-yə uyğun gəldi B. Sonra, bu da getdi. Alfa ikinci rübün bucağıdır. Gəldi təbii ki, C-yə uyğun gəldi 1. 1-ə də uyğun gəldi C. Tangens alfa vur sinüs alfa. Sıfırdan böyük olsun. Baxıram, ikinci rübdə tangens mənfidir. Sinüs. İkinci rübdə sinüs müsbətdir. Sıfırdan böyük deyil. Bu getdi. Üçüncü rübdə tangens müsbətdir. Üçüncü rübdə sinüs mənfidir. Bu da getdi. Dördüncü rübdə tangens mənfidir. Sinüs də mənfidir. Demək, dördüncü rübdə sinüs 20 alır, mənfidir. Bəli, bu sıfırdan böyükdür. Deməli, D də getdi 3-ə. Alfa birinci rübün bucağı heç biri birinci rübün bucağı deyil. 1C olar, 2AB olar, 3 də olar D. Deməli, 39 da bunun eynisidir. Daha artıq təkrar olaraq yazmayacağım. Baxaq, 3-cü suala, 40-cı suala. Deməli, 0-la pi böl 2 aralığında fx bərabərdir. Tangens x və gx funksiyası verib kotangens x. Funksiyaların qrafiklərinin kəsişmə nöqtəsindən apsis oxuna qədər məsafəni tapın.
kəsişmə nöqtəsi varsa, bunu bax belə deyək də, bu funksiyaların asimptotlarını çəkib, yəni ki, tangensin asimptotlarını mənfi pi bölü 2 ilə pi bölü 2, kotangensi mənfi pi ilə pi-ni yazıb asimptotlarını çəkib qrafikdə görə bilərik. Məsələn, tutaq ki, belə bir qrafik alınacaq, belə bir qrafik alınacaq. Məsələn, x-y koordinat sistemində. Məsələn, tutaq ki də, məsələn, bu kəsişmə nöqtəsi bax bura olacaq da, bax bu kəsişmə nöqtəsi olacaq. Kəsişmə nöqtəsi apsis oxuna qədər məsafə eyni zamanda bax bu məsafəyə bərabərdir. Mən təqribi olaraq çəkdim də funksiyanın qrafikini. Məsələn, tangens x belə gedir. Məsələn, kotangens x belə gedir. Məsələn, bax buradan, bunları silək. Bu kəsişmə nöqtəsindən apsis oxuna qədər məsafəni istəyir. Bax, bura məsafəni istəyir. Deməli, mən bunun kəsişmə nöqtəsini tapsam, gətirib hər hansıda yerində yazsam, bu funksiyalardan, bax, bununla bu eyni məsafə olar da, belə deyək. Bu məsafə ilə bu məsafə bərabər olar. İndi tangens x bərabərdir kotangens x-ə. Nə vaxt olur? X bərabərdir pi bölünsün 4-ü alamda. İndi gətirib x-in yerinə pi bölünsün 4 yazsaq, burada məsafə pi bölü 4-ə bərabərdir axı. Yerinə qoysam kəsişmə nöqtəsində bu məsafəni tapım. Bu məsafəni tapsam, onda bax bu məsafəni də tapmış oluram. Fərqi yoxdur, hansında yerinə yazaq, problem yoxdur. Fx bərabərdir, yəni ki f pi bölü 4 daha doğrusu. F pi bölünsün 4 bərabərdir. Tangens pi bölünsün 4-ə. O da deyir müsbət 1. Deməli, buradan bura məsafə, bura 1-dir. Bura 1-sə, onda bura da 1-dir. Onda bax, bu məsafəmiz də müsbət 1-ə bərabərdir. Burada doğru cavab nədir? Müsbət 1-dir. 41-ci sualda da bunun eynisidir. 41-ci sualda da tutaq ki, qrafik həmin şeylər burada gəlib düşəcək. Məsələn, mənfi pi bölü 2-nin 0-a gəlib düşdü. Yenə də həmin şeydir. Bərabər eləyəsiniz. Tangens x, kotangens x-sa yenə də 1 tapasınız burada. Mənfi 45-də yenə də müsbət 1 gələcək. Çünki məsafə soruşursa, orada məsafə modul kimi götürəsiniz. O da müsbət 1-ə bərabərdir.